Ben bu Kəngərlinin yaşlı sakiniyim. 76 yaşım var. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Onun fəaliyyəti dövründə mən ən yaxşı, mükəmməl müəllimlik dövrümü yaşamışam. Əməkdar müəllim, iş təcrübəm Respublikada yayılıb. Və bugün mən fəxr edirəm ki, onun varisinin, qəhrəmanının, bugünün qəhrəmanının qarşısında mən söz demək qüruru keçirirəm. Allah sizə can sağlığı versin. Deməli, müqəddəs kitabımız Quran-ı Kərimdə belə bir ayə var. Salam olsun doğru yolun yolçularına. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi siz çox ləyaqətlə yerinə yetirdiniz. Tarix yazdınız, möcüzələr qurdunuz. Bütün Azərbaycanı eşq olsun sizə. Hamımız birlikdə bunu etdik, hamımız birlikdə. Mən bir ana məhəbbəti ilə, müəllim şəfqəti ilə bu doğru yolun yolçusuna, bugünümüzün qəhrəmanına, Dədə Qorqud qopuzundan qopub gələn bir el alqışı dilənmək istəyirəm. Çox sağ olun. Arxanızda el dayansın. El gücü, sel gücü deyiblər. Nəsibiniz el alqışı olsun. El alqışı kəsərli olar. Və bir də qüdrətli Allahın gözəl kəlamı ilə salam olsun doğru yolun yolçusuna. Sizə böyük uğurlar, ailə saadəti və ailəlikcə Azərbaycanın o cənnətə döndərdiyiniz Azərbaycanın, bütün güllü çiçəkli dağlarında, bağlarında, sularında gəzdikcə Allah sizə Xudavənd alın, uzun ömürlər, can sağlığı və alın açılır. Çox sağ olun. Həmişə qalib, dəmir yumruq yerində, Qarabağ